Mən də döyüşmək istəyirəm. Mən də yəni yaparım onu. Bəli, Real bəyin narazılığı var. Bu UFC rəhbərliyindən, o keçən adı nədir? Badi. Hə, nəsədə ondan narazılıq var. Deyir, mənim niyə döyüş aparmamısınız? Düzdür, dünəndən də qanqarasılıqdır. Tofiq qardaşımız orada ringdə uduzdu, ringdə. İndi olan şeydir, idmançı uduzmağı da fəxirdir, udmağı da. İndi nə edirik? Buradan Tofiq qaqamıza təsəlli videosu çəkək. Bəli. Tofiq qardaşı buradan salamlayırıq. Heç keyfi pozma. Sən qardaşsan, sən əsl idmançısan, hər yerdə də udacaqsan. Amma keyfi pozma. Dur gəl ekspresə, biz səni dəvət edirik. Mikrofon al, ayaqqabı al, şalvar al. Amma bizimlə ayaqqabı almaz axı. Alar. 11 ayaqqabısın, biri 10 bin, 15 mindir bəlkə. Alar. Hə, prosto dur. 10 min də olsa bizim xətrimizə gələr. Hə, dursun Tofiq Musayevə buradan taq eləyir, bizi eşitsin. Biz onu dəvət edirik ekspresə. Gəlsin o bütün qanqaraçılığın zadını biz götürərik. Problem yoxdur. Gözləyirik. Hə. İndi düzdür vaxtı olmaz bəşdə, amma gözləyirik ki, gəlsin. Vaxtını biz ayırsın, gəlsin. Hə, gəlsin ekspresdə ona bir qulluq eləyək. Onun bütün o UFC zat hamısı yadından çıxacaq. Vallahi uduzmağı yadından çıxacaq. Daha da onu elə qızışdıracağıq ki, burada gedib təzədən tutub çırpacaq onların hamısını. Gözləyirik buradan elə idmançıların hamısını gözləyirik. Amma əsas indiki halda Tofiq Musayevi gözləyirik. Sağ olun. Gəlsin qaqamız. Sağ olun, öpürəm.